Bir halda xalq, Azərbaycan xalqı savaşacaq. Bir halda. İlham Əliyevin oğlu Heydər prezident eləmək istəmir. Prezident olmağı bacarır. Əskərlikdə oldu. Savaşa girənmir. Ha? Xəstələri, çatıb balaları xəstə ola savaşa soxa bilirlər. Gündə biri ölür. Xəstəymiş deyirsiniz, əskərlikdəymiş deyirsiniz. İlhamın balası gedəmir əskərlik. Ha? Sürü ilə gəzirlər. İlhamın yeznəsi. Hani bizim Azərbaycan dilində bir cümlə bilməyən Emin Ağalarov Azərbaycan xalq artistidir. Azərbaycan fəxri vətəndaşıdır. Azərbaycanda milyardlarla sərmayəsi var. Emin Ağalarov niyə getmir? Ha? Biz gördük ki, Ukrayna savaşında eks-prezidentlər, deputatlar, eks yox, faktiki deputatlar, memurlar, bakanlar hamısı silaha sarıldı, Ukraynada savaşdı. Çeçen generallar tanıyıram ki, onun oğlu savaşdı, hətta savaşda ölən general oğlu oldu. İlham Əliyev bunlardan artıqdır. Qətiyyən İlham Əliyevin evladı, Əlin Ağayevin evladı, Vilayət Eyvazovun evladı, Zakir Həsənovun evladı, hamısı polkovnik olsa da, tarixdə olsa da, gəlib ön cəbhədə, ön sırada savaşacaqlarsa, biz savaşa girəcəyik. Yoxsa savaşa girən qəhbənin balası. Məsələn, belə olsa savaşa girməyən qəhbənin balası. Dedim ha, öz payıma dedim. Başqasının da payına dedim. Dostlar, son olaraq, yəni mən bilirsiniz, İsrail sevən adamam, Amerika sevən adamam. Mən sadəcə savaşın yolunu dedim. Gecə günüz mən və komandam hamısı İrana qarşı ordumuzu, xalqımızı savaşa kökləyəcəyik. Amma nə deyib kökləyəcəyik? Bax, İlham Əliyevin oğlu Balaca Heydər silahlandı. Bax, Əlin Ağayevin oğlanları, Vilayət Eyvazov, Zakir Həsənov, nə bilim o prezidentin köməkçilərinin, bildirsə Fuad Ələsgərov, Ramil Usov, hamısının nəvələri, oğlanları, nəvələri, hətta bəzilərinin nəticələri 18 yaşını keçib. Hamısı savaşa gedirlər, sarılıblar savaşa. Bu savaşda İlham Əliyev İranla savaşa girməsə, İlhamı devirəcək dünyanın böyük gücləri. Onu mən demirəm ha, ala bax, yalan deyən qəhbənin balasıdır, ala bax. Ala bax. Dünənləri özü danışıb deyib ha, mən sadəcə paylaşdım, ala bax. Gör nə deyir? Gör nə deyir də paylaşın. Baxın, ala. Yalan deyən qəhbənin balası, ala bax. Baxın, Fazil Mustafa nə deyir? Azərbaycan İranla müharibə etməlidir. Bunu etməsək, böyük güclər cənab prezidenti hakimiyyətdən göndərəcək. Gəlin birləşək, cənab prezident üçün İranla vuruşaq. İranla vuruşaq. Dünən deyib Fazil Mustafa. Ona görə durub burada 2 dənə raket, dronu gətirib tüllürlər məktəbə, xalqı qızışdırmaq üçün. Aerodrom, məktəb, baho, xalqı qızışdırır. Hərbi hissənin bir küncə zaten it öldü, qarışqa öldü, Azərbaycan əskəri öldü. İlham Əliyev üçün fərqi yoxdur. Ordunu da qızışdırmaq lazımdır. Məktəb vuruldu deyib həssasiyyəti oyatmaq lazımdır. İrana qarşı savaş demək. Hə, gecdallah. Bəyəklər Aytən xanım da dedi. İran demədi, biz vurmamışıq. Biz vurmamışıq. Burada nə var ki? Burada nə var ki? Gecdallah. Ha? Baxın, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, dəyərli həmvətənlərim, qarışqa kimi daşıyırlar. Bax, bir yandan daşıyırlar. Dayanmadan daşıyırlar, baxın. Daşıyırlar. İran sərhədinə ordu yeriyir. İlham Əliyev, İlham Əliyev, Ermənistanın sıravi əskərini sənin generalın alır. Onlar mı savaşacaq? İlham Əliyev, kim savaşacaq? 80 manat qazilərə pul verirsən. Ha? Fikir verirsiniz dəyərli həmvətənlərim. Nə danışırsınız siz? Bircə sutka bəs eləyər ha. Bircə gecə bəs eləyər bunların bir dənə salamat adam qoymasınlar. Bircə gecə bəs eləyər. Bir gecəyə qarışqa kimi qıracaqlar. Bircə gecə. İrandır. İrandır. Allah ömrünüzü itirsin. Ömrü boyu savaşmış, 1000 illərə dayanan tarixi var. İrandır bu. İranla qoz-qoz oynaya bilmir hələ 1000 kilometrələrdə aralıda olan ölkələr. İlham Əliyev qəsdindən yeridir ora. Qoşunu. İlham Əliyev yenə ikili oynuyor. Bax, yalan deyən köpək oğludur. Yalan deyən götün oğludur. Mənim bu çıxışımı bir yerə yazın. Bir yerə yazın. Yazın bir yerə. Nə vaxt mən deyən olmazsa İlham Əliyev yenə ikili oynuyor. Yenə İrana qarşı danışdı. İran ama çok reaksiya vermədi. Niyə? İlham yenə ikili oynuyor. Bax, dedim sizə. Söylediğimi sırqələyin, saxlayın burada. İlham Əliyev ikili oynuyor. Güya İrana qarşı qoşun yeridir. Güya İran sərhədi bəlkə. Güya İrana hücum eləyəcək. Eləmi? Bu İsrailin tapşırığıdır. Düşünürük də belə. İsrailin tapşırığını yerinə yetirir. İlham Əliyev bu tərəfdən də bir gecədə İranın tapşırığını yerinə yetirəndə nə olacaq? İlham Əliyev bir gecədə. İndi dünya bilir, Qarabağ, savaş, qalib ordu. İndi bəzi ölkələr bizim ordumuzu bir güclü ordu kimi tanıyır. Daha demirlər ki, Erdoğan tökdü Suriyadan xüsusi o qara paltarları tökdü. Şuşaya xəncərlərlə çıxdılar dağlara Şuşaya. Erdoğan olmasaydı bizim Ostrosla yatan yekəqarın zabitlər, hələ Rusun nömrəli zabitlərinin kölələri Qarabağ yox, heç Alabağı da alanmazdılar. Həmən ordunun zabiti deyilənmi? Bilmirəm ordu nə gündədir. Bir bölükdən bir dənə düz atan silah tapmaq olmur.
Ay qardaşlar, indi yaxşı İlham Əliyev güya İsrailin xeyrinə eləyir, Amerikanın, Trump'ın istəklərini yerinə yetirir. İlham Əliyev drone şousu kurdu İsraildən. Nələr elədi, nələr elədi. Hələ Rusiyadan da səs çıxmır. Arada da Azərbaycan, İranla Rusiyanın. Hələ İrandan da çox güclü səs çıxmadı. Heylə mi? Heylə. Yaxşı, bunun başqa tərəfi. İlham Əliyev həmişə iki başda oynayır. Bircə gecədə qoşun yığıram, savaşıram deyən İlham Əliyev. İran qoşunları gəlib Azərbaycanın müstəqilliyi tamamilə formal müstəqilliyini tapdalayıb İranla Rusiya, Kürün bu üzündə Rusiya, bu üzündə İran olanda nə olacaq? İlham Əliyev ki İsrailin, Trump'ın xeyri üçün çalışaraq dalda bütün Azərbaycanı İranın, Rusiyanın tapdağına çevirsə nə olacaq? A variantı belə də İsrail, Trump qalib gələcək, İranı xosunbay eləyəcək, İran məğlub olacaq. Bəlkə də Trump, İlham Əliyev düşünür, Trump Cənubi Azərbaycanda İlhama tapşıracaq. Ab-hava avazı yaxşı gəlir. Abraham Lincoln gəmisi vuruldu. 5 yerdən quru qoşunları girdi. Peşmerge, PYD, Peşmerge'nin 150 bin ordusu var. YPG'nin 100 bin ordusu var. Hamısını İran qırdı. İran daha da kilitləndi. Xaricdəki Farslar, Türklər gəlir İran üçün savaşmağa. Ay qardaş, ya bunları qıracaqlar, 50 milyon qırmalıdırlar İranı almaq üçün, istədiklərini eləmək üçün. Ya da bu mümkün deyil. Yəni bizim gözlədiyimizin tam əksi baş verdi. İndi İlham Əliyev güya İsrail üçün çalışır, Amerika üçün çalışır. Ay köpəyoğluyam, dalda danışıbdı Rusiya ilə də, İranla da. Dalda danışıbdı İranla da, Rusiya ilə də. Hələ davay basın, hə. Basın ki, Rusiya ilə İran sərhəd, eyni sərhəd olsa, Kürün bu üzü, Rusiyanın bu üzü İranın. O İranı məğlub eləmək demək olar ki, daha da çətin olacaq. Daha da çətin olacaq. Daha da çətin olacaq. Dəyərli həmvətənlər. Və yaxşı, sual ortaya çıxır. Başınıza dönün. İran hər şeyi fikirləşməyib baya. Mənə deyin, mənə deyin, mənə çatır, sizə çatırmı? İran hər şeyi fikirləşməyib. İranda neçə milyon ordu var, neçə milyon adam silahlanır? Mən bilən 9 milyon kapasitəsi var. Səfərbərlik 9 milyon İranın kapasitəsi var. Mən bilən bir neçə milyon adam orada savaş halindədir. Yaxşı, Amerika gəlir, İsrail gəlir. Tutaq ki, ən müasir texnikalarla gəlirlər. Havadan qoruyan dronlar gəlirlər. Bu milyonlarla ordu, 100 minlərlə, milyonlarla molla, ordu, əlavə molla. Bunlar yaxşı hara qaçacaq? Bunların qaçma yeri, yeganə yeri Rusiya. Əfqanistan, xeyr. Pakistan, xeyr. Zaten Amerikan forpostudur. Türkiyə bu qədər qəbul eləməz. Dağılar Türkiyə. Ancaq Azərbaycan üzərindən Rusiyaya. Bunun üçün nə lazımdır? Rusiya, İran sərhədinin birləşməyi. İlham Əliyev şərait yaradır. İlham Əliyev getdi. Tankları yazıq İlham Əliyev. Bax, İsrail indi düşünür. İsrail, Amerika indi düşünür ki, İlham Əliyev şou qurdu. Bu şoudan istifadə edib söydü, təhqir elədi İranı və qoşun yeritdi. İlham Əliyev İsrail üçün, Amerika üçün istədiyini elədi. Amma dalda Amerikadan da səs çıxmır. Sərhəddə olub bitənə görə Rusiyadan da səs çıxmır. Bunlar sanki bundan məmnundular. Dalda nə olacaq? Dalda nə olacaq? İran basacaq bir gecədə İlham şərait yaradacaq. İrana da bu qoşunları yeritməkdən, bu çıxışı eləməkdən İlham Əliyev özünə də haqq qazandırdı. Sabah İran qoşunu bastı gəldi Azərbaycanı, Rusiya ilə birləşdi. Həmən o milyonlarla ordu, milyonlarla molla hara qaçacaq? Nataşaların yanına. Rusiyaya da bu lazımdır mı? Bəlanın birindən qutardısa Amerika, oradan qaçan adamlar savaşmaq üçün lazımdır mı? Hamısı silahlı qaçıblar, silahlı gəliblərsə Rusiya üçün savaşacaqlar mı? A variantı, B variantı, C variantı. Bəli, deyələnmədən. İnanın Allaha. Mən deyənlərlə razısınızmı? Odur ki, xalqımız qırğınazda getməyin. Bunlar hamısı oyundur. Buna inanan da qoyundur. İndi siz mənə burada deyin görüm, yazın görüm burada. İndi siz mənə yazın görüm. Yazın görüm. Mənim dediklərim ağlınıza batırmı? Nətər olur, Nə Rusiyadan səs çıxır sərhəddə olub bitəndən, nə İrandan səs çıxdı. İlham Əliyev lotu danışdı, İrandan səs çıxmadı. Vallah bu bir oyunda. Bunu oynayanlar da bir stolda oynayırlar. İlham Əliyev İran qoşunlarının birbaşa Azərbaycan, Rusiya ilə sərhəddini İranın birləşdirməyinə İlham Əliyev zəmin yarattı. Xəbəriniz olsun ki, şimalda da Rus qoşunları var. O vaxtdan demişəm, hələ tunellər də var dənizin altından, İlhamı qaçırmağa dənizaltı da var. Sadəcə geri zəkalı millətim. Mən görüm, mənlə razılar, bir də ona da baxım. Mənlə razısınız mı? Mənim dediklərim ağlınıza batırmı?